Salam əziz izləyicilər. Bugün sizlərə Danimarka dövləti haqqında danışacağam. Gəlin çox uzatmadan videomuza keçək. Danimarka sakitlik, həyat və bərabərlik ölkəsi. Danimarka Skandinaviyanın ürəyi, sakit, təhlükəsiz və xoşbəxt həyatın ölkəsidir. Burada insanlar stressiz yaşayır. Tələsik yox, balanslı və rahat şəkildə həyat sürürlər. Danimarka adını eşitdiyin andan sakit, lakin dolu bir həyat təsəvvür etməlisən. Bəs bu ölkəni fərqli edən nədir? Gəlin birlikdə baxaq və görək. Bərabərlik və insan münasibətləri. Danimarkada böyük və kiçik anlayışı yoxdur. Burada hər kəs bərabərdir. Baş nazir, işçi, tələbə, hamı eyni hörmətə layiqdir. İnsanlar bir-birinə açıqdır və şəxsi məkanına hörmət göstərirlər. Küçələrdə səs-küy yoxdur. İnsanlar sakit və nəzakətli hərəkət edir. Burada uşaqlara kiçik yaşlardan bərabərlik və qarşılıqlı hörmət öyrədilir. Sən heç kimdən üstün deyilsən, amma heç kim də səndən üstün deyil. Prinsipi gündəlik həyatda hər yerdə hiss olunur. Təbiət və ekoloji dəyərlər. Danimarkada təbiət həyatın ayrılmaz hissəsidir. Allemanstraten İsveçdə olduğu kimi olmasa da, Danimarkada da açıq parklar, sahillər və yaşıl sahələrlə doludur. İnsanlar hər fürsətdə velosipedlə parklar, çimərliklər və təbiət sahələrinə gedir. Burada ətraf mühit qorunur, zibil tullama və heyvana zərər ciddi qəbul edilir. Ev və yaşayış yerləri isə şəhərlərdə sakit və təmizdir. Hər bina yaxşı izolyasiyaya malikdir. Damlarda bağçalar və ya yaşıl sahələr var. Həyat standardı və sosial sistem. Danimarka dünyanın ən yüksək həyat standartına sahib ölkələrindən biridir. İş saatları 37-40 saat arasında dəyişir və insanlar qalan vaxtlarını ailə, dostlar və öz maraqlarına sərf edir. Burada sosial müdafiə sistemi çox güclüdür. Xəstəxanalar pulsuzdur. Təhsil yüksək səviyyədə və sərbəstdir. Vergilər yüksək olsa da, pullar insanların rifahına sərf olunur. Hər kəs gəlirindən və statusundan asılı olmayaraq, eyni keyfiyyətdə xidmət alır. Təhsil və uşaqlar. Danimarkada təhsil pulsuzdur və universitetlərdə xarici tələbələr də oxuya bilər. Müəllimlər, şagirdlərlə dost kimi davranır. Sərt nizamdan çox qarşılıqlı anlayış önəmlidir. Uşaqlar azad fikirlə böyüyür və məktəbdə yalnız bilik deyil, düşünmə qabiliyyəti öyrədilir. Şəhərlər və insanlar. Kopenhagen sakit və səmimi paytaxt. Kopenhagen Danimarkanın paytaxtı və ən böyük şəhəridir. Amma burada səs-küy və tıxac çox nadirdir. İnsanlar velosipedlə hərəkət edir. Yollar velosipedçilər üçün xüsusi ayrılıb. Şəhərin mərkəzində su kanalları, tarixi binalar və modern arxitektura harmonik birləşir. Kopenhagendə insanlar çox sakitdir, hamı öz ritmində yaşayır. Çay kənarında oturub suya baxan və ya kitab oxuyan insanlara rast gəlmək adi haldır. Heç kim tələsmir, heç kim başqasının işinə qarışmır. Aarhus, gənclərin və universitet şəhəri. Aarhus tələbələr və gənclər üçün idealdır. Burada universitetlər, muzeylər və sənət qaleriyaları ilə zəngin sosial həyat mövcuddur. Kafe mədəniyyəti geniş yayılıb. İnsanlar sakit, musiqi fonunda dostları ilə söhbət edir və ya kitab oxuyur. Odense, nağılın və tarixin şəhəri. Odense, Hans Christian Andersen'in doğulduğu şəhərdir. Burada küçələr və binalar keçmişin enerjisi ilə doludur. Sanki hər daş altında bir nağıl yatır. Şəhərdə gəzərkən həm tarixi, həm də sakit həyatı bir arada hiss etmək mümkündür. İş mədəniyyəti və gündəlik həyat. Danimarkada iş həyatının əsas prinsipi balansdır. İş həyatı tamamilə doldurmaq üçün deyil, həyatın bir hissəsi kimi görülür. İş saatları qısadır, həftədə 37-40 saat. İşdən sonra insanlar dərhal ailə və şəxsi maraqlara vaxt ayırır. Rəhbər sadəcə komandanın üzvüdür. Heç kimin üstünlüyü yoxdur. İş mühitində səs-küy, stres və təzyiq çox azdır.
Fikirlər yaşa və vəzifəyə görə deyil, məzmununa görə dəyər görür. Bu səbəbdən Danimarkalılar işdə həm məhsuldar, həm də xoşbəxtdir. Hygge sakitliyin və rahatlığın sirri. Hygge Danimarkanın mədəniyyət simvoludur. Bu evdə şam işığında çay içmək, dostlarla sakit söhbət etmək, kitab oxumaq və ya sadəcə küləkli qış günündə rahatlanmaqdır. Hygge insanların ruhunu sakitləşdirir və xoşbəxtlik hissini arttırır. Danimarkalılar üçün xarici dünyanın stresindən uzaqlaşmaq, ailə və dostlarla birlikdə sakit anlar yaratmaq həyatda əsas dəyərdir. Gündəlik həyatın axışı səhər sakit başlayır, insanlar tələsmədən işə gedir, velosiped və ictimai nəqliyyat əsas vasitələrdir, şəhərdə səs-küy nadirdir, insanlar sakit və nəzakətli davranır. İş günü adətən 16:00-17:00-da bitir, işdən sonra insanlar hobbilərə, dostlarla görüşə və ailəyə vaxt ayırır. Hər şey balans üzərində qurulub. Çox işləmək, çox tələsmək və ya çox danışmaq Danimarkalıların həyat fəlsəfəsinə ziddir. Təhsil sistemi. Gəlin, Danimarkanın təhsil sisteminə nəzər salaq. Danimarkada təhsil pulsuzdur və uşaqlar kiçik yaşdan bərabərlik, müstəqil düşüncə və qarşılıqlı hörmət prinsipləri ilə böyüyürlər. Məktəbdə müəllim və şagird dost kimidir. Sərt intizam yox, qarşılıqlı anlaşma əsasdır. Universitetlərdə tələbələr sərbəst düşüncə və analitik bacarıqlara önəm verirlər. Əzbərləmək yox, səbəbi anlamaq əsasdır. Xarici tələbələr üçün təhsil imkanları yüksək səviyyədə və maliyyə baxımından əlçatandır. Dövlət hətta tələbələrə mənzil və qida dəstəyi verir. Danimarkalılar təhsili yalnız bilik üçün deyil, həm də həyat üçün hazırlıq kimi görür. Uşaqlar məktəbdə ekoloji, sosial və mədəni bilikləri öyrənir. Həmçinin gündəlik həyatda özlərini məsuliyyətli hiss edirlər. Sosial sistem və vergilər. Danimarka dünyada ən güclü sosial sistemlərdən birinə malikdir. Sağlamlıq sistemi hamıya bərabər xidmət göstərir. Gəlir və statusdan asılı olmayaraq xəstəxanalar pulsuzdur. Həmçinin kral ailəsi də eyni sistemdən istifadə edir. Vergilər yüksəkdir, amma pullar insanların refahına sərf olunur. Sosial sistem və etibar Danimarkada həyatı əhəmiyyət daşıyır. İnsanlar bir-birinə güvənir, qapılar açıqdır, itirilmiş əşyalar dərhal sahibinə qaytarılır. Cəmiyyət şəffaflıq və qarşılıqlı hörmət üzərində qurulub. Danimarkaya köçmək və orada iş tapmaq üçün Danimarkaya köçmək istəyənlər üçün əsas addımlar. Birinci, dil və sənəd hazırlığı. Danimarka dili bilmək mütləq deyil, amma iş tapmaqda və gündəlik həyatda böyük üstünlükdür. Pasport, CV, iş təcrübəsi sənədləri hazır olmalıdır. 2. İş tapmaq. Ən çox tələb olunan sahələr IT mühəndisləri, proqramçılar, tikinti və ustalıq sahələri, sağlamlıq işçiləri, müəllimlər və uşaq bağçası işçiləri. Ən məşhur iş tapmaq saytları. Dostlar, mən bu saytları açıqlama qisminə qoyacağam. Oradan baxa bilərsiniz. workingdenmark.dk, jobindex.dk, stipstone.dk. 3. CV və iş müsahibəsi. Danimarkada CV qısa, konkret və vizual olmalıdır. İşə götürənlər iş təcrübənizi və bacarıqlarınızı bir baxışda görmək istəyir. Müsahibələrdə açıq və səmimi olmaq vacibdir. Ev və yaşayış. Kirayə qiymətləri şəhərdən şəhərə dəyişir. Kopenhagen və Aarhus bahalıdır. Odense və digər şəhərlər daha əlverişlidir. Ev tapmaq üçün bolikportal.dk və ya lejebolik.dk saytları istifadə olunur. Azərbaycanlı və türk təcrübələri. Gəlin orada yaşayan Azərbaycanlı və türklərin təcrübələrindən danışaq. Danimarkada yaşayan Azərbaycanlılar və türklər deyirlər ki, insanlar sakit və nəzakətlidir, amma dostluq uzun müddətli və səmimidir. Əvvəlcə sosial inteqrasiya çətin görünə bilər. Amma uyğunlaşdıqdan sonra həyat çox rahat və xoşdur. Qaranlıq və soyuq qış günlərinə alışmaq vacibdir. Lakin Hygge fəlsəfəsi bunu rahat keçirir.
Gündəlik büdcə və yaşayış xərcləri. Danimarkada yaşam xərcləri nisbətən yüksəkdir, amma sosial sistem və yüksək maaşlarla balanslaşdırılır. Kirayə. Kopenhagen və Aarhus'ta bir otaqlı mənzil aylıq 8.000 və 12.000 Danimarka kronuna isabət edir. Odense və digər şəhərlərdə isə 5.000 və 80.000 Danimarka kronuna ev tapmaq olar. Yemək. Supermarket alışları ayda 2000-3000 kron civarında xərc tutur. Nəqliyyat. Velosiped əsasdır, ictimai nəqliyyat üçün isə 500-800 Danimarka kronu hər ay. Orta hesabla bir nəfər üçün aylıq xərclər 10.000-12.000 Danimarka kronu arasında dəyişir. Şəhərlər arası fərqlər. Kopenhagen bahalı, amma iş və təhsil imkanları geniş. Aarhus gənc və dinamik tələbələr üçün ideal. Odense tarixi və sakit münasib qiymətlər. Aalborg və Esbjerg daha ucuz və sənaye şəhərləri iş imkanları müxtəlifdir. Hər şəhrin özünə məxsusluğu var, amma hər biri təhlükəsiz, səliqəli və yaşamaq üçün komfortlu hesab olunur. Təbiət və açıq hava fəaliyyətləri. Danimarka düzənlik bir ölkədir. Sahillər və parklar genişdir. Velosiped yolları bütün ölkə üzrə inkişaf edib. Qışda xizək və qarlı yürüşlər, buz üzərində balıqçılıq mümkündür. Yayda isə açıq hava festivalları, çimərlik və dəniz fəaliyyətləri çox populyardır. Danimarkalılar üçün təbiət yalnız bir mənzərə deyil, həyatın bir hissəsidir. Yekun olaraq, Danimarka sakit, bərabər, xoşbəxt, həyatın və balansın ölkəsidir. Burada insanlar bir-birinə hörmət edir, şəxsi məkanına diqqət göstərir. Sosial və təhlükəsizlik güclüdür. Təhsil və sağlamlıq xidmətləri hamıya eyni səviyyədədir. Həyatın ritmi balans üzərində qurulub. Çox işləmək yox, çox tələsməmək önəmlidir. İgge fəlsəfəsi ilə ev və sosial həyat daha rahat və xoşbəxtdir. Danimarkada yaşamaq istəyənlər üçün əsas tövsiyələr. 1. Dil və sənədləri öncədən hazırlamaq. 2. İş tapmaq üçün uyğun saytları və sahələri izləmək. 3. Kirayə və yaşayış xərclərini planlaşdırmaq. 4. Qış aylarında adaptasiya üçün Higge fəlsəfəsini tətbiq etmək. 5. Sosial sistem və qanunlara uyğun davranmaq, cəmiyyətdə inteqrasiya olmaq. Yekunda, Danimarka həm həyatı, həm də təbiəti sevənlər üçün idealdır. Burada hər şey sakitlik, bərabərlik, harmoniyadır. Hər gün balanslı, xoşbəxt və mənalı yaşamağa imkan verir. Bura qədər dostlar. Videomuzu bəyəndinizsə, videomuza like qoymağı, əgər kanalımıza abunə deyilsəniz də abunə olmağı unutmayın. Sağ olun, Allah amanında qalın. Gələcək videolarda görüşmək üzrə.